Hamı haqdan danışır. Onu vəsf eləmək, onun haqqını danışmaq, geniş-geniş söhbət eləmək olar. Amma elə ki, əməl meydanına gəlirsən, baxırsan, görürsən ki, haqqını icra edənlər azdır. Hər kəsin boynunda haqqı var. Əgər o bir varlıq olsaydı ki, onun boynunda haqq olmasın, o Allah olardı. Bəzi vaxtlar görürsən, bir nəfərlə gəlib dözəsən, yol gedəsən, onu atmamalısan, ondan ayrılmamalısan. Ona dözürsən, Allah onun mükafatı olaraq sənə bir dənə dost verir, ya bir rəfiqə verir ki, o sənə hidayət edir. Bu mükafat hidayət edir. Bir adam əgər ilahi yolda addım atacaq, Allah özünə deyir ki, mənim boynumda haqqdır ki, sənə kömək edəcək. Sənə tənha qoymayacaq, sənə yar olacaq. Nə qədər azlar çoxlara qalib gəldi. Sanki Allah nə demək istəyir? Mən sənin əlindən tutacağam. Sən haqq ol, haqq uğrunda yaşa, haqq yolunda hərəkət elə. Mən sənə kömək edəcəm. Çətinliklər olacaq, olmasa mümkün deyil ki, həyatın elə qaydası budur, həyatın gedişatı budur. Amma Yusuf səni quyudan çıxartacaq, amma İbrahim səni tonqaldan xilas edəcək.